Bir neçə ay əvvəl Azərbaycan manatının mümkün devalvasiyası ilə bağlı proqnoz vermişdim. Hazırda ABŞ-ın nüfuzlu reytinq agentlikləri də eyni risklərə diqqət çəkir. Manatın ABŞ dollarına qarşı 1 manat 95-2 manat 5 qəpik intervalında dəyişə biləcəyi ehtimal olunur. Bu da ondan xəbər verir ki, ölkə iqtisadiyyatı artıq yeni bir qiymətləndirmə mərhələsinə daxil olub. Xəbər zolağı az xəbər verir ki, bu fikirləri beynəlxalq idarə etmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov konkret azı açıqlamasında səsləndirib. Azərbaycan təxminən hər 10 ildən bir monetar siyasətinə yenidən baxmalı olur. Belə vəziyyətlərdə iqtisadi risklərin qarşısını almaq məqsədi ilə devalvasiya qərarı gündəmə gələ bilər. Hazırda Mərkəzi Bank valyuta bazarına müdaxilə edərək manatın məzənəsini süni şəkildə sabit saxlayır. Digər tərəfdən, xarici ticarət balansında ötən ildən etibarən mənfi dinamika müşahidə olunur. Eyni zamanda Mərkəzi Bankın valyuta ehtiyatlarında da azalma qeydə alınır. İşğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işlərinin aparılması da əlavə valyuta tələbi yaradır. Bu da ölkəyə daxil olan və çıxan valyuta axınları arasında balansızlığa səbəb olur. İqtisadçı qeyd edir ki, neft qiymətləri də proqnozlara təsir göstərən əsas amillərdəndir. İyun ayının əvvəlində Azərilik markalı neftin qiymətində müəyyən bahalaşma müşahidə olunsa da, son günlərdə yenidən ucuzlaşma tendensiyası başlayıb. Hazırda qiymət 76 ABŞ dolları civarındadır. Bu səviyyə ölkənin neft gəlirlərində azalma riski yaradır. Azərbaycan hökumətinin büdcə planlamasında 3 fərqli optimist, real və negativ ssenari nəzərdə tutulub. Neft gəlirlərinin azalması negativ ssenarinin reallaşması ehtimalını artırır. Yadda saxlamaq lazımdır ki, 2015-ci ildə baş verən devalvasiya zamanı neftin qiyməti 23 dollar arasında idi. Azı ki, qiymətlər daha yüksək olsa da iqtisadi şərait fərqlidir və diqqətlə izlənilməlidir.